Bugün Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Kiçik Qızılağac Balıq Artırma Təsərrüfatının rəhbəri Abbasov Dadaş Nasifoğlu və onun əlaltılarının özbaşınalıqlarına, qanunsuzluqlarına göz yuman Ekologiya və Təbii Sərvətlər Nazirliyi və onun məmurları, Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəhbərliyi. Siz bugün Abbasov Dadaş Nasifoğlunu məhkəmə qətnamalarından üstün tuta bilərsiniz. Ədliyyə Nazirliyi və Ədliyyə Nazirliyinin məmurları, İcra Baş İdarəsi, Lənkəran İcra Prokurorluq Şöbəsi, büyünsüz dövlət qurumunu, Ekologiya və Təbii Sərvətlər Nazirliyini dövlətin adından çıxardılan məhkəmə qətnamalarından üstün tuta bilərsiniz. Dövlət qurumuna bugünkü gün gücü çata bilməz, çünki acizsiz dövlət qurumu qarşısında, Ekologiya və Təbii Sərvətlər Nazirliyi qarşısında. Amma əvvəl-axır mənə dəymiş isyanı dövlətin adından çıxardılan məhkəmə qətnamalarına əsasən alacam. İstər sosial şəbəkə olsun, istər şikayət ərizələrim olsun, əvvəl-axır mən səsimi Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevə çatdıracam. Burada da olmasa, axır bir gün ölümün bahasına da olsa, Qarabağ zonasında mı, hər hansı bir bölgədənmi, mən şikayət ərizəmi Ekologiya Nazirliyi və icra məmurları tərəfindən üzləşdiyim qanunsuzluğa və özbaşınalığa görə həmin şikayət ərizəmi Azərbaycan Respublikasının prezidentinə ya çatdıracam, ya da bütün sosial şəbəkələrdən, bütün yerlərdən qışqıraraq, səsimi qaldıraraq, əvvəl-axır öz haqlı səsimi mən çatdıracam. Büyünsüz dövlətin adından çıxardılan məhkəmə qətnamalarını saymaya bilərsiniz. Məhkəmə qətnamalarını tapdalaya bilərsiniz. Bugün güc sizin əlinizdədir. Bugün məmurluq sizin əlinizdədir. Bugün vətəndaşı siz xaos altında saxlaya bilərsiniz. Əzə bilərsiniz. Amma əvvəl-axır biz səsimizi çatdıracaq. Səsimiz çatmasa da Allah bizim qisasımızı sizdə qoymayacaq. Allahın ədaləti əvvəl-axır təcəlli edəcək. Onda siz hara gedəcəksiniz? Onda siz hara qaçacaqsınız? Bu günləri vətəndaşı əzən məmurlar, Ekologiya, xüsusən də Ekologiya Nazirliyi məmurları, Ədliyyə Nazirliyinin İcra Prokurorluq Şöbəsinin məmurları, Lənkəran İcra Prokurorluq Şöbəsi, bugün mən sizin qanunsuzlarınıza etiraz olaraq sizin yanınıza gələndə siz 10 dənə polisi mənim üstümə salıb Suriyyəyə apazdıra bilərsiniz. Amma bunun hamısının cavabını verəcəksiniz. Hamısının cavabını verəcəksiniz. Mən haqq yolundan dönən deyiləm. Mən haqqımdan dönən deyiləm. Və sona qədər də ölümün bahasına olsa haqqım uyğunda mübarizəmi aparacam. Və sizin qanunsuzluqlarınızı üzə çağırdacam. Lənkəran İcra Prokurorluq Şöbəsi. Bugün siz qanunsuzluqla dövlət qurumu rəhbərlərinin, dövlət qurum məmurlarının tərəfini saxlamaqla məhkəmə qətnamalarını geri göndərə bilərsiniz. Lakin məhkəmə qətnamalarını siz qüvvədən salanmarsınız. Məhkəmə qətnamalarını siz qüvvədən salanmarsınız. Ona görə də mən sona qədər mübarizəmi aparacam. Ekologiya və Təbii Sərvətlər Nazirliyi. Mən 2 gün bundan qabaq sizin Nazirliyin qabağında da etirazımı bildirmişəm. Ədliyyə Nazirliyinin qabağında da etirazımı bildirmişəm. Ali Məhkəmənin qabağında da etirazımı bildirmişəm. Sona qədər də öz haqqım yolunda gedəcəm. Səsim Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevə çatana qədər gedəcəm. Çünki bütün dövlət qurumlarının qabulunda olmuşam, baxan yoxdur. Prezidentin köməklərinin qabulunda olmuşam, baxan yoxdur. Baş prokurorun, ombudsmanın, bütün dövlət qurum rəhbərlərinin qabulunda olmuşam, dəfələrlə baxan yoxdur. Bircə prezidentdən başqa. Son ümidimiz, son çarəmiz cənab prezidentdir. Ondan sonra yəqin ki, baxılar. Baxılmasa Allaha havalə edəcək hər nəyi. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin özbaşınalıqla son, İcra Baş İdarəsi, Lənkəran İcra Prokurorluq Şöbəsinin qanunsuzluqlarına, haqsızlıqlarına son verilməsini xahiş edirik.